Deməli qızlar, bizdə qaynanam hər şeyi özü hazırlayır. Heç nəyi marketdən almır. Yəni gördüyünüz hər şey təbiidir. İndi bu baçokda baxın pendir hazırlayır. Qaynanamın pendiri çox qəşəng olur, bərk olur, yağlığı əla olur. İndi sizə göstərəcəm. Pendirin hazırlanma qaydasında deyəcəm ki, izah eləsin. Kimlər bilmirsə, evlərində hazırlasınlar. Pendirimlərin gözəlliyinə baxın. Biz yəni deyim ki, iyun ayına qədər qaynanamın martda yolladığı pendiri yemişik. Keçən il məcburiyyətdən sentyabrda gedəndə də pendir aparmışdıq. Dekabra kimi də apardığımız pendiri yedik. Yəni bir damcı yumuşalma olmadı. Hətta Sumqayıtda mən bir qonşuma pendirdən pay vermişdim. Anası deyib ki, zakazla əgər satırsa istəyirəm. Amma satmırıq. Elə özümüzə yetdiyi qədər olur. Sadəcə hazırlama qaydasını deyəcəm ki, hamı üçün başa salsın, izah eləsin. Siz də öyrənin. Və gəlin yaşıllıqda göstərim pendiri sizə. Baxın qızlar. Yəni, yağlı pendir olduğu onsuz da görüntüsündən, sarılığından bilinir. İndi gedək isti çörək bişirib qaynanam. Bayaq deyirdim, axı xəmir yoğurur deyə. Baxın. 6 ədəd çörək olmuşdu. Birini yedilər, 5-i buradadır. İndi bu isti çörəklə qəşəng xıp-xıp edir. Pendiri yeyərik biz. Pendiri bir an doğrayım, göstərim sizə. Qızlar baxın. Zorla doğranır. Baxın qızlar. Qızlar daş kimi pendir resepti indi qaynanam verəcək sizə. Baxın, bıçaqla belə zorla kəsirəm. Yəni aylarla qalsın. Bir damcı bunda yumuşalma olmur, xarab olmur. İçinə baxın, şan-şan. Bir resipi sizlə paylaşacağım. Qızlar, uşaqlar da bu pendiri sevərək iştahla yiyir. İndi mama hazırlanma qaydasını sən izah elə, nətər eləyirsən? 10 litr südü süzürəm, ilindiriram, ilıq formada. Çiğ yoxsa bişmiş? İlıq, çiğ südü. Çiğ südü. Sonra ona elə bir ki, maya qapağından 10 litrə bir qapaq maya tökürəm. Pendir mayası. Bəli. Bir qapaq 10 litrə bir qapaq pendir mayası tökür. Yaxşı bunu qarışdırıram, sonra bükürəm. Aha, ilıq halda bükür. 20 dəqiqədən sonra onu qaşıqdan qarışdırıram. Qatıq kimi qatılaşır. Qatıq formasına düşür. Onu qarışdırıram. Qarışdırdıqdan sonra aparıb onu tökürəm torbaya.